Bu ilin yanvar-mart aylarında Şuşa şəhərində yerləşən otellərdə 100 nəfər xarici ölkə vətəndaşı gecələyib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Şuşadakı oteldə qalan əcnəbilər burada 100 gecə keçiriblər və göstərilən xidmətlərə görə xarici qonaqlar tərəfindən ümumilikdə 12 min manat vəsait xərclənib. Ən çox əcnəbi Türkiyədən, Rusiyadan, Ukraynadan, ABŞ-dən, Almaniyadan və Özbəkistandan gələnlər olub. Otellərdə xərclənən vəsait baxımından da Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Özbəkistan ön sıralarda qərarlaşıb. Onu da bildirək ki, bu ilin yanvar-mart aylarında Şuşadakı otellərin birdəfəlik tutumundan istifadə səviyyəsi 4,7% olub. Bu ilin yanvar-mart aylarında Şuşadakı otellərdə qalan əcnəbilərin ölkələr üzrə sayı və burada xərclədikləri vəsaitin bir nəfərə düşən orta məbləği belə olub.